Biz böyük bir nemətdən ayrılırıq. İmam Səccad bugün elə ağlayırdı ki, ana balasından ayrılar, necə ağlayarsa İmam Səccad elə ağlayır. Salamat qal ey Allah'ın ən böyük ayı, Allah ayı, salamat qal. Salamat qal ey Allah dostlarının bayramı. Salam olsun sənə ey ilin ən gözəl saatları. Allah amanında salamat qal. Salamat qal ey ayların ən üstünü. İmam Səccad belə deyir. Deyirsən elə bir dostsan ki, gəlməyinlə bizi sevindirdin. Getməyinlə qəm çökür ürəyimizə. Gələndə şad olduq. İndi bizi dağlayıb gedirsən. Ürəyimiz qəmli haldadır. Bizi qəmə qərq eləyib hara gedirsən. Bir ay gəldin, bizi bir aram elədin. Bizə insaniyyəti daddırdın. Ay Allah'ın gözəl ayı. Biz səninlə sağollaşırıq. Bütün dualarınla, zikirlərinlə sağollaşırıq. Salamat qalın ey Ramazan ayının gündəlik duaları. Salamat qalın ey imsak vaxtları, ey iftar vaxtları. Ki biz səhər oyanırdıq, imsak elirdik, axşam iftar açırdıq. Çox sevincli anlar yaşatdın bizə ilahi. Təşəkkür edirəm sənə. Yəqin bir neçə gün qəmli olacaq ki, ilahi yanındaydıq biz. Darıxmışıq sənin üçün. Salamat qalın ey qədir gecələri. Bikə ya Allah, bikə ya Allah. Salamat qalın ey ən gözəl dualar. Salamat qal ey coşan kəbir duası. Ən təsirli dualar, salamat qalın. Ən gözəl saatlar. İlahi sən şahidsən ki, biz bu ayı dəyərləndirmədik. Amma bir şeyə də şahidsən ki, biz bu ayı sevirik hər halda. Sənin qonaqlıq süfrəndə özümüzü ədəbsiz apardıq. Amma bu süfrənin bir layiqli qonağı da var. O bir ay bizim üçün qəm çəkdi. O İmam Zamandır. O sənin ən əziz qonağındır. Sən and verirəm onun yaralı ürəyinə, o ağlar gözlərinə. Bizim də bu naqis əməllərimizi, ibadətlərimizi qəbul elə.